Hər vaxtınız xeyir olsun. Belə bir video tapmışam, yenə qabağıma çıxıb. Cavan bir oğlandır, elektron qəlyanla bağlı paylaşım eləyib. Xəstəxanadadır, ağciyərləri tamamən sönüb. Tam məhv olub. 24 yaşı var. Və siz hələ də elektron qəlyan çəkməyə davam edirsiniz. Mən artıq deyərdim ki, əvvəl qumarı, pis vərdişləri və başqa şeyləri əslin bəlası, günümüzün bəlası kimi sayırdıq. Amma halbuki indi sırf elektron qəlyanı, sırf legal olan bir şeyi əslin bəlası kimi saya bilərəm. Cavan insanlar, cavan oğlanlar, cavan qızlar. Fərq yoxdur, cins, yaş, hamının əldə edə biləcəyi, hamının rahat şəkildə çəkə biləcəyi bir şeydir deyə hamını zəhərləməyə davam edir. Mən öz məkanlarımda 18 yaşdan aşağı şəxslərə qəlyan vermirəm. Bunun bir dövlət standartı var, dövlətimizin qoyduğu qayda qanunlar var və mən o qayda qanunlardan qırağa çıxmıram. Amma o elektron qəlyanı hər yaşdan uşaq rahatlıqla bəzi insanlardan əldə edə bilir və rahat şəkildə istifadə edə bilir və cavan canlarını məhv edirlər. Çox böyük ziyanları var. Mən danışası olsam onun ziyanlarından bu video rahat bir yarım saat, 1 saat keçəcək. Ona görə mən sizdən xahiş edirəm. Bacarırsınızsa atın bunu. Bacarırsınızsa özünüzü zəhərləməyin. Bir vaxt ayılasınız ki, vallahi gec olacaq. Gec olandan sonra da yəni heç bir şey yaramayacaq sizin onu atmağınız. Bax görürsünüz, 24 yaşı var. 24 yaşında ağciyərlər tamam çöküb. Ağciyər sönməsi deyilən bir xəstəlik var. Yəni fisioda söndü ta öz başına aparatsız nəfəs ala bilmir. Bilinmir o sağalacaq, sağalmayacaq. Yəni ki, ona ağciyər köçürülməsi eləmək lazımdır. Çox riskli bir əməliyyatdır. Çox ömür boyu qalıcı fəsadlar buraxır. O vəziyyətə düşməməkdən ötürü vaxtında tərpənin.